Herkese salamlar. Bugün sizə Word faylının yerdən məlumat götürərək doldurmağını göstərəcəm. Şərh hissəsində mail adresimizi yazsaq, sizə mix müqavilə makrolu Excel faylını göndərəcəm. Makrolu açmaq üçün isə digər videolarımızda var. Əgər internetdə makro gəlsə aktivləşdirmək necə lazımdır o var. Bu video kimin üçün lazımdır? Əsasən Word-də çoxlu müqavilələr yazır və yaxud da əmrlər qeyd edirsə, onlar üçün lazımdır. Müqavilə, məsələn, sizin öz müqaviləniz Excel faylı hansı qovluqdasa orada yerləşdirməlidir və müqavilənin adını Excel-də Word ad hissəsinə qeyd etməyimiz kifayətdir ki, məlumatı hardan götürəcəyini bilsin. Müqavilədə biz bu hissələri kvadrata almışıq. Kvadrata alınan hissələri götürür. Qırmızının etmə səbəbimiz sadəcə diqqət cəlb etmək üçündür ki, yəni biləsiniz, direktor hissəsi məsələn dəyişəcək. Birinci dəfə basanda hansı məlumatları dəyişmək istəyirsiniz? Məsələn, həmin Word faylda bu məlumatları dəyişmək istəyirəm yazırsınız. Word faylı bağlayırsınız. Avtomatik yeni Word fayl yaradacaq. Nömrə istəyir 123, məsələn, 01, 11, ad. Məsələn, X, Word, 333, direktor Aliyev. Tutam ikinci bir müqavilə 2, 12, 12, misal üçün hazır və 433, Əskər Məmmədov. İndi bunun üstünlüklərindən biri də ki, yəni müqavilələrinizi sırayla buraya qeyd edə bilərsiniz və yaxud da əmrlərinizi. Hansı müqaviləni sizə çat etmək? Bir vurursunuz, avtomatikini vurduqda həmin fayl həmin qovluqda yaranır. Məsələn, 123 nömrəli müqavilə yarandı, daxillərini avtomatik olaraq doldurdu. Digər iki saylı müqaviləni dəyişmək istəyirik. Baxın, Məmmədov Böyündürücüdür, şirkət budur. İkini vururuq, burada avtomatik ikinci Word faylı yaradır və Word fayl aktivdir. İstənilən Word faylda bunu etmək mümkündür. Hər kəsə uğurlar.